İctimai televiziyanı izləyən bütün tamaşaçılarımızı yenidən salamlamaq istəyirik. Hər vaxtınız xeyirli, gününüz isə uğurlu olsun əziz tamaşaçılar. Bir daha xatırladaq ki, bugün biz mədəniyyətimizin dünyada təbliğindən danışırıq və musiqimizin, mədəniyyətimizin dünyada təbliğində təbii ki, çox önəmli insanlar var, şəxsiyyətlər var, bizim sənətkarlarımız var ki, onların söz deməyə haqqı, hüququ var. Onlardan söhbət açmışıq. 430-1380 nömrəsi vasitəsilə siz bizimlə əlaqə saxlayıb fikirlərinizi bölüşə bilərsiniz. Eyni zamanda onu da söyləyək ki, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin yekun konserti ilə bağlıdır. Bizim verilişimizin çox dəyərli qonaqları var və bu insanları sizə vaxt itirmədən təqdim eləmək istərdik. Xalq artisti bizim dəyərli dirijorumuz Teymur müəllim Göyçəyev verilişimizdədir bugün. Teymur müəllim sizi salamlayırıq. Xoş gəlmisiniz verilişimizə. Eyni zamanda Şövkət Ələkbərovanın gəlini Gülnarə xanım Ələkbərova proqramımızdadır. Xoş gördük, sizi də salamlayırıq. Və Dövlət Kamera Orkestrinin direktoru Nazilə xanım Yaqubova verilişimizdədir. Xoş gəlmisiniz Nazilə xanım. Və eyni zamanda, baxın, burada çox istedadlı 3 övlad var, əziz tamaşaçılar. Onları da sizə təqdim edəcəm. Prezident təqaüdçüsü Vaqif Nağıyev verilişimizdədir. Salamlayırıq Vaqif, xoş gəlmisən. Aslanova Ayan piano ifaçısı və Məmmədli Ayan piano ifaçısı eyni zamanda. Sizi də salamlayırıq əziz dostlar, xoş gördük verilişimizdə. Və ilk olaraq söhbətə sizinlə başlamaq istəyirik Teymur müəllim. Buyurun, xoş gəlmisiniz. Çox şadıq yeni günümüzdə sizi yenidən görməyə və bu konsertlə bağlı eyni zamanda siz bildiniz ki, biz mədəniyyətimizin təbliğindən danışırıq, musiqimizin təbliğindən danışırıq. Bax, bütün bunlarla bağlı fikirləriniz. Əvvəli mən sizi salamlayıram, çox sağ ol deyirəm bu rəhbərliyə, İctimai kanalın rəhbərliyinə ki, bizi dəvət elədiniz və istəyərdim qeyd edeyim ki, biz artıq 99-cu ildən kamera orkestri musiqi məktəblərindən bu may ayında, may-iyun aylarında hesabat konsertləri veririk. Və həmişə çox məktəb iştirak eləyir. Axır zaman o qədər biz tələbəti qaldırmışıq o uşaqların o iştirakı ilə bağlı ki, çox məktəb iştirak eləmir. Ən belə yüksək səviyyədə hazırlaşan məktəblər, onlar mən gəlirəm dinləyiş edirəm uşaqları, məndən qabaq müəllimlər dinləyiş edirlər. Yəni o uşaqları mən dinləyirəm və layiqli uşaqları səhnəyə kamera orkestrından onlar çıxış edirlər və bu konsert də 12-ci musiqi məktəbinin Tofiq Quliyev adına 11 illik musiqi məktəbinin konserti mənim üçün çox vacibdir. Nə üçün? Ona görə doğrudan da yüksək səviyyədə tutaq ki, mənə göstərdilər hardasa 20 nömrə, onlardan 18-i keçdi. Yəni, çox böyük faizdir, doğrudan da. Özdəki, bilirsiniz, bizdə necədir? Gülə xanım heç vaxt deməz mənə ki, mən istəyərdim ki, bu uşaq keçsin və yaxud necə. Kim necə ifa eləyir, belə də səhnəyə çıxır. Və bu çox böyük şeydir uşaqlar üçün, səhnəyə çıxmaq, orkestrla ifa eləmək. Onu da qeyd eləmək istəyirəm ki, bugünkü gündə o abu-hava hansının ki, Gülə xanım yaradıb 12-ci məktəbində çox yüksək səviyyədə musiqi abu-havasıdır, mədəniyyət abu-havasıdır və yüksək səviyyədə o deyirlər, vkus, zövq məsələsi. Formalaşdırıb. Bəli, çox yüksək səviyyədə. Ona baxır qiyiminəcən, səhnə mədəniyyətinəcən, yəni ki, ifadan söz getmir, o sözsüz olmalıdır yüksək səviyyədə. Ondan başqa bu belə digər xarakter şeylər, yəni çox gözəl, yüksək səviyyədə mən çox şadam ki, doğrudan da belə sözü gəlsə mən demək istəyirəm ki, bu yaxınlıqda 90 illik Ulu Öndərin 90 illiyi ilə bağlı müsabiqə oldu, Respublika müsabiqəsi. Özdəki doğrudan da bütün bölgələrdən gəlmişdilər ifaçılar, 300 nəfərə yaxın. İndi baxın, neçə uşaq qatılıb bu müsabiqəyə və yüksək səviyyədə bizdə nəticələr oldu. Şəxsən musiqi məktəbindən, 12-ci musiqi məktəbindən məndə 2 dənə laureatlı diplomatlardır və 1 dənə Grand Prix Vaqif layiq olub Grand Prix-yə. Çox üzr istəyirəm Teymur müəllim, hal-hazırda bizim rejissorumuz görüntüləri də təqdim eləyir.
Aha, o buyurun. konsertdən. Bəli, bəli. Çox gözəl. Yəni ki, mən demək istəyirəm ki, bilirsiniz, bizim bu müsabiqə keçdi. Bütün məktəblər qatıldı. Siz bilirsiniz ki, mən Bülbül adlı musiqi məktəbinin indi direktoruyam və oradan da çox uşaq, onu da qeyd edim, tutaq ki, 91 laureat oldu bizdə və 6 nəfər Grand Prix adını aldı 300 nəfərdən. Onlardan, onu da mən fərqlə qeyd eləmək istəyirəm ki, Bülbül adlı məktəbin payına 31 laureat düşdü və 5 Grand Prix. Yəni ki, o belə də olmalıdır. Ona görə ki, bu məktəb ixtisas musiqi məktəbidir. Tutaq ki, ubursu musiqi məktəblər, onlar ümumi musiqi mədəniyyəti verirlər. Bəli, onlarda dayanmır belə, necə deyim sizə, onlar deməməlidirlər ki, onlar istəyirlər şəxs, konkret ixtisasçıları yetişdirməyə. Onlarda ayrı bir roldur. Amma musiqi məktəbi, ixtisas musiqi məktəbi doğrudan da biz gərək ixtisasçı yetişdirək. Bəli, ona görə bu baxımdan müsabiqədə çox gözəl olub, yəni yüksək səviyyədə o müsabiqənin də hesabat kimi o konserti, 12-ci nömrəli musiqi məktəbinin konsertini mən hesabat kimi o konsertə baxdım və deyim sizə, o insanlar hansı ki oturmuşlar zalda çox gözəl belə hissiyyətlərlə çıxmışdılar konsertdən sonra. Yəni çox gözəl sözlər bizə deyiblər. Mənə, Gülə xanıma, bəli, yəni ki, mən çox şad oldum ki, doğrudan belə biz konsert keçirdik. Əlbəttə ki, təşəkkür edirik Teymur müəllim. İstərdik ki, Günarə xanım özü də bax sizin dediyiniz kimi qoyduğu ənənələrdən danışsın. Siz söylədiniz ki, çox gözəl ənənələrə malikdir bu məktəb. Tələbələrindən danışdınız, şagirdlərindən danışdınız və hesabat konsertindən elə Günarə xanım da öz fikirlərini eşitsək xoş olar. Buyurun. Çox sağ olun, hamısını salamlayıram. Doğrudan bizim məktəbdə bu il çox gözəl nəticələr var. Ona görə biz çox şadıq. Bizim şagirdlərimiz 3 beynəlxalq müsabiqənin qalibləri olub. Narva şəhərində keçirilən pianoçu müsabiqənin qalibi buradadır, Ayan Məmmədli. Birinci və üçüncü yerə layiq oldu. Vaqif Nagiyev, Teymur müəllim qeyd etdi ki, çox gözəl bir müsabiqə keçirildi. Heydər Əliyevin 90 illiyi ilə bağlı Respublika müsabiqəsi keçirdi. Bizim də məktəbdən orada çox uşaqlar iştirak etdilər və onlardan 3-ü laureat oldu və qalan uşaqlar isə diplom aldılar. Bu çox gözəldir, çünki müsabiqə də çox, belə deyək, nüfuzluydu. Orada Respublikadan bütün istedadlı uşaqlar yığılmışdı. Bizim məktəbdən 12 nəfər iştirak etdilər. Demək olar ki, hamısı öz yerlərini orada layiqincə tapdılar və mən Teymur müəllimə çox sağ ol demək istəyirəm. Çünki Teymur müəllim çalışır ki, bizim şagirdlərimiz gəlsin o səviyyə çatsın, yəni professional səviyyə çatsın. Hər uşağa o nəsib ola bilməz ki, çox kiçik yaşından belə professional orkestrla çıxış etsin, gözəl professional səhnədə püxtələşsin. Bu çox gözəldir. Ona görə bizim şagirdlərimiz 11-ci sinifdə artıq peşəkar kimi tanınır. Beynəlxalq müsabiqələrdə, respublika müsabiqələrdə bu çox önəmlidir. Çox sevindirici Çox haldır ki, respublika daxili müsabiqələrdən əlavə onlar beynəlxalq müsabiqələrdə də hələ bu yaşdan artıq Azərbaycanı təmsil edirlər. Bilirsiniz, tək bizim məktəbdən deyil, bu bütün Bakıda çalışan məktəblərdən hər il uşaqlar, istedadlı uşaqlar beynəlxalq müsabiqələrə qatılır. Və mən həmişə demişəm ki, istedadlı uşaqlara belə fürsət bizim dövlət dəstəyi verir. Bu dövlətin dəstəyi olmasaydı, bizim şagirdlərimiz Azərbaycanı başqa ölkələrdə təmsil eləyə bilməzdilər. Doğrudur. Ona görə bu çox gözəl bir siyasətdir. Və təbii ki, bizim nazirliyimiz, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmişə biz dəstək görmüşük və fürsətdən istifadə edib mən bütün orada işləyən insanlara təşəkkür demək istəyirəm. Çünki çox böyük bir işdir və yenə də mən müsabiqələrə qayıtmaq istəyirəm. Bizim balaca qızımız 9 yaşında deməli şagirdimiz İstanbul şəhərində keçirilən beynəlxalq pianoçu müsahibəsinin qalibi olub. Yəni o 3-cü yerə layiq olub, amma hamı o qızın gözəl peşəkar ifasına heyran olmuşdular. Mən çox məktublar almışam, zənglər olub. Mən çox sevinirəm və nəhayət Sanremo şəhərində keçirilən
deməli çox nüfuzlu bilirsiniz ki, İtalyan Bəli. mahnılardan olan bir müsahibədə bizim şagirdimiz Yasin Həsənov Grand Prix-yə layiq oldu. Yasindən çox danışılıb, ona görə biz bu gün yəni istədik başqa uşaqlarda göstərək, amma yenə də bəli, çox populyardır. Bütün verilişlərdə artıq onu görüblər. Ona görə mən təkrar onu dəvət etmədim. İstədim ki, bax bizim başqa bir uşaqların nailiyyətlərindən danışaq. Ona görə mən çox şadam. Yəni bu il bizim məktəbimizin mənə elə gəlir ki, uğurlu bir il idi. Ona görə Esabat konsertimiz də çox maraqlı keçdi və qeyd etmək istəyirəm ki, respublika müsahibələrində bizim şagirdlərimiz yenə də deyirəm çıxış ediblər və mən çox şadam. 7 nəfər laureat və diplomat olub. Artıq 10 nəfər bizim uşaqlarımız bax belə bir nailiyyətlərə gəlib çatır. Mən çox şadam. Və çox yüksək nəticədir, elə deyilmi? Çox yüksək nəticədir. İstərdik ki, Nazilə xanım da öz fikirlərini bildirsin. Nazilə xanım, sizi də bir daha salamlayırıq. Xoş gəlmisiniz. Buyurun. Çok sağ olun, çok sağ olun. Estonya Respublikasının Narva şəhərində keçirilən Johann Sebastian Bach adına beynəlxalq müsabiqəyə mən 2 şagirdi hazırlamışam. Çox Maqsud Musazadə və Aya Məmmədli. Çox şadımdır ki, ikisi də laureat adını qazandı. Aya Məmmədli Tofiq Quliyev adına 11 illik 12 sayılı məktəbində 3-cü sinifi şagirdidir. O, həm yaddaşları arasında 3-cü yer və Bach əsərlərinin ifasında isə 1-ci yer laureat adını qazandı. Qeyd etmək istəyirəm ki, bu müsabiqədə ölkənin 7 ölkəsinin 50-yə yaxın iştirakçı olub və dünya şöhrətli musiqiçi, bəstəkar, Stockholm Universitetinin professoru Mikhail Kazinik müsiflər heyətinin sədri idi. Bu, Timur müəllim demişdi ki, 3 gün bundan əvvəl Timur müəllimin rəhbərliyi altında Dövlət Kamera Orkestri ilə Ayan Məmmədli çıxış etmişdir. Bizim bu cür fəaliyyətimiz təbii ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin köməyi, dəstəyi və qayğısı ilə həyata keçirilir. Ona görə də mən Mədəniyyət və Turizm Nazirliyi və öz təşəkkürümü bildirirəm. Çox sağ olun Nazilə xanım. Madam ki, biz bu balaca övladların istedadından danışdıq. Elə Ayan Məmmədlidən söz düşdüsə, istərdik yerinə alsın. Çünki ifasını təqdim eləyəcək bizim tamaşaçılarımıza. Buyur Ayan, sən yerinə al və musiqini təqdim eləməyə hazır olanda bizə bir işarə elə ki, biz də sənə söz verək. Əslində bilirsinizmi Teymur müəllim, sizin kimi insanlar nə yaxşı ki varsınız. Baxın, dövlət qayğısından danışdınız. Təbii ki, dövlətin qayğısı var, amma sizin kimi bu şagirdləri sevən insanlar var. Sevgi ilə yanaşırsınız, böyük qayğı ilə yanaşırsınız, onların istedadını üzə çıxmasında onlara kömək edirsiniz və bu yaşda baxın, Dövlət Kamera Orkestri ilə onlar əgər konsertlər təqdim edirlərsə, öz ifalarını təqdim edirlərsə, görün, gələcəkdə onların səsi haralardan gələcək inşallah. Onu düz buyursunuz. Mən onu da qeyd etmək istəyirdim ki, Nazilə xanım belə qısaca danışdı, amma onun rolu bir pianoçu kimi, piano müəllimi, siz onu Kamera Orkestrinin direktorunu kimi təqdim elədiniz, amma o bu 12-ci məktəbdə doğrudan da böyük 99-cu ildən mən deyirdim, o ildə, həmin ildən hər dəfə bir 5-6 nəfər uşaq çıxış eləyir Kamera Orkestrinin, konkret bu sinifdən, yəni ki, Nazilə xanımın sinifindən. Özü ki, yüksək səviyyədə. Ona görə mən onu qeyd etmək istəyirəm. O 1 nəfər deyil, 5 nəfər deyil. Bu artıq böyük bir ordudur. Hansı ki, iştirak edib, kimə yol veriblər, göstəriblər səhnəyə yolu. Nazilə xanım kimi müəllimlər. Nazilə xanımın əlavəsi var idi, elə deyilmi? Yox, göstərir ki, uşaq hazırdır. Hazırdır artıq. Ayan, buyur.
Alqışlayırıq səni Ayan, təşəkkür edirik. Gəl əyləş bizim qonaqlarımızın sırasında və yaxşı olar ki, sən bir mikrofonu götürüb öz fikirlərini də bölüşəsən. Mikrofon təqdim eləyək sənə. Ay sağ ol. Buyur. Bilirsiniz, mən musiqini çox sevirəm. Hələ kiçik yaşlarında olarkən musiqi əsərlərinə böyük maraqla qulaq asırdım. Və bu maraq məni Tofiq Quliyev adına 12 saylı 11-lik uşaq məktəbinə gətirdi. Mən burada artıq 3 ildir ki, təhsil alıram. Öz müəllimlərim mənə musiqinin incəliklərini öyrədir və mən də bunu sevə-sevə öyrənirəm. Mən Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərlərini də fortepianoda ifa edirəm. Bax, hal-hazırda ifa elədiyin əsər haqqında bizə məlumat ver bir balaca. Bu Mozart'ın Rondo əsəridir. Mən